Diqqət! Hazırlaşın. Birazdan Natamam Podcast başlayır. Elin tərlədi. Elini tərlədi. Ha! Vay. Xoş gördük dostlar. Natamam Podcast. Çox belə deyək də bu aralar bir şey yaşadıq. Bir enişli, yoxuşlu bir həyat yaşadıq çox qısa. Onu 10 ildir yaşayır. Çox pis xəstələndim mən. Mən axırıncı dəfə uşaq olanda elə xəstələnmişdim. Yəni bunu da hamıya demişəm. Onu şey deyir. Hamıya deyirəm bunu. Və bu günlərin biz uymadıq heç nəyə. Yenə də qayıtdıq və çox gözəl mövzu ilə qayıtmışıq. Hər kəsə salam. Natavan öz ampluasında. Gördüm ki, deyir, öldü dedilər. Şimdi görsünlər, kral geri döndü. Oba. Elə bir şey deyil, təzə. Dedilər ki, öldü. Amma qəşəng idi. Bilsinlər, kral geri döndü. Bunu koyarız. Kral kim olur? Geri dönən kimdir? Oradan Elman da geri döndü. Ya biz siz nədir məsələ? Axırıncı dəfə mənim arxamdan iş çevirib, kanalda Natavan yoxdur, fürsətdən istifadə edim. Sanki Natavan yekə bir daşdı başına düşən. Mən də dedim ki, elədirsə buraları boş qoymayaq və mən də geri döndüm sonra. Xoş gəldin. Nə istəyirsən? Yaxşı ki də döndün. Nə istəyirsən? Yaxşı ki də döndün və məncə sən əli boş dönməmisən. Paxlava ilə şəkər bura gətirmişəm. Yeri gəlmişkən bayramlarınız mübarək. Gec də olsa. Bizim nə Ramazan, nə Novruz, heç bir şey eləyə bilmədik. Amma ki durumlarımız olmadı. Amma əsas odur ki, salamat çıxdıq. Salamatıq, yəni. Çox. Bu Novruzda gördük, bu Ramazanda gördük. Çox şükür ki, bunları da gördük. Bir də nə vaxt bir araya gələr iki bayram. Yəqin ki, bunu bizim çətin. Nəvələrimizin nəticəsinin zibilçəsi görür. Zibilçə mi? Elə bir şey də var. Zibilçə. Vallahi var. Daha çox nəvə var, nəticə var, kötücə var, zibilçə var. Ya zibilçə bilirsən nədir la? Yetər, bəsdir də öyle. O qədər çoxdur ki. Alta yazdım, məncə var idi. Sıralama necə idi? Yemin ederim olmalıdır. Maraqlı ya, zibilçə. Rasim. Hardasan Rasim? Ətim tökülür o Rasimdən ya Allah. Amma oxşuyur ya. Rasimin amma qadın olmayan versiyonunu oxşuyur. O bizim adı neydi? Sən məni indirirsən. Bu Nigar'dır. Bu Nigar'dır. Bu Nigar'da prosto parikini taxmayıb bugün. Bugünkü qonağımız Nigar. Girib ömrümüzə o Rasimdə oldu. Çox qəşənglər ya, çox maraqlı. Ay Allah, mən mikrofon zada dəydim, inşallah getməz. Ora dəyməyində problem yoxdur, bura dəyməyəcəm. Burada problem yoxdur. Dostlar, biz başlayırıq. Amma ondan əvvəl Elman 75 dəfə danışıb, mən də ona qədər yuxu yatacağam. Deməli belə dostlar. Siz bilirsiniz ki, bizim podkastlarımızın olmazsa olmazı var. Oykos İnkişaf Mərkəzi var ki, bizə qucağını açıb biz onların məkanında gəlib öz podkastlarımızı rahat şəkildə çəkə bilirik. Bizə dəstək olublar. Çox təşəkkür edirik və görürsüz, bəzən dəstək təkcə maddi anlama gəlmir. Yəni bəzən mənəvi də dəstək olmaq lazımdır. Mən öz kamerama danışıram da, yəni məndə problem yoxdur, səndədir. Və təbii ki, Oykos İnkişaf Mərkəzinə öz təşəkkürümüzü eləyirik və qısa bir məlumat verəcəm Oykos haqqında dostlar. Oykos İnkişaf Mərkəzi düz 2018-ci ildən etibarən inkişaf, öyrənmə və fərdi potensialın üzə çıxarılması istiqamətində fəaliyyət göstərir. Onların fəaliyyətini siz onların Instagram səhifələrindən izləyə bilərsiniz. Uğurlarını, onların gördüyü işlərin hamısını oradan izləyə bilərsiniz. Və bugün Oykos həm Buzovna, həm də Ağşəhər filialları ilə xidmətinizdədir. Oykos İnkişaf Mərkəzi inkişaf etmək, dəyişmək və daha irəli getmək istəyən hər kəs üçün doğru məkandır. Ünvanları görürsüz, mobil nömrəsini, əlaqə nömrəsini görürsüz, Instagram adresini görürsüz. Müraciət edə bilərsiniz. Biz isə yatdı bu. Başlayırıq. Dostlar, bizə iyanə etmək istəyirsinizsə ki, istəmirsiniz bunu artıq neçənci elişdədir görürəm. Sonra deyir ki, Elman bədniyyət danışır. Görürsən də özün.
Yəni indi mən deyənlərə gəlir. Yəni sən eləmirsən. Sən eləyirlər, mənə kofe zad iyanə eləyən yoxdur. Paxıl olmayın hə. 1 manatdır da bir dənə kofe alın. Nə olar? Verilişin səviyyəsi düşür. Bax adınız çəkiləcək. Kimlər bizə kofe alsa, o adamların adlarını biz podkastda çəkib təşəkkür eləyəcəyik. Ona görə də məncə siz adınızın orada görünməsini istəyirsiniz. Niyə də yox? Bu arada dostlar, xatırlayırsınız yəqin ki, bizim Sevinç xanımla bir podkastımız var idi. Orada bir müsabiqəmiz var idi. Bilmirəm qaliblər bəllidir yoxsa yox. Onu bir Sevinç xanımla kontakta girib öyrənmək lazımdır. Əgər hələ də qaliblər bəlli deyilsə, aktiv olun ki, o hədiyyələri, o fürsətləri qaçırmayasınız, əldən verməyəsiniz. Çox gözəl hədiyyələrdir. Bayram günlərində, ay sonuna qədər, martın sonuna qədər vaxtınız var. Biz isə nəhayət ki, mövzumuza keçək. Nəhayət ki. Və bugün belə bir mövzu seçmişəm. Əslində mövzu deyil də, belə bir dərdləşmək üçün, söhbət eləmək üçün bir başlıq seçmişəm ki, bax Nata, biz baxılmırıq. Bizim podkastlar Bugün ağlaşma günüdür. bax, gör nə deyirəm, bax. Düz indi 15-ci epizodda düzdür? Aha, ola bilər. Söhbət öskürdün. 4 aydır bax, 4 aydır. Rovno 4 aydır. Hər həftə biz gəlirik Oykosa, video çəkirik. Saatlarla hazırlaşırıq. Ki buna Allah şahiddir. Bir də yol buradan keçənlər, pəncərədən bizə baxanlar şahiddir. Professional səs kartımız, professional mikrofonumuz, professional görüntümüz, hər şey var. Amma videolarımız ortalama 100 izləmədən o yana keçmir. Sənə elə gəlmirmi ki, biz səhv yerdəyik? Ümumiyyətlə biz həm səhv yerdəyik və sənə elə gəlmir ki, biz səhv eləyirik. Mən doğulandan bəri bunu düşünürəm ki, mən səhv yerdəyəm. Amma ki, zarafat bir tərəfə, mən belə çox yayxanıb oturmuşum. sən bayağı bilirəm. Mövzu çox ciddi, çox acınası. Belə deyim də, hər şeyi dörd-dörtlük eləməyimiz o demək deyil ki, biz uğurlu olacağıq. Uğurlu olmaq üçün nə lazımdır? Təbii ki, sən öz sistemini qurmalısan, sənə lazım olan ekipmanları falan təşkil eləməlisən. Özünün də, necə deyim, özvə elədiyin yatırımlarını tökə biləcəyin bir bacarıqların olmalıdır, istedadın olmalıdır ki, bizdə bu da var. Yəni bizdə əksik olan tək şey əslində biz deyilik də. Bax bir şey var. 50-ni sən eləyirsən, 50-ni də qarşı tərəf eləməlidir. Mən demirəm izləyicilərdə nəsə bir problem zət elə yox. Sadəcə insanların odak sürəsi azalıb. Elman TikTokda belə ki, mən də onlardan biri. Ən hızlı şeyə qoyub videonu izləyirəm. Qız uzun bir şey danışır, hızlandırmış ki, yəni tez danış, tez uzatma, yəni tez o bilgini mənə ver deyə. Nə yalan deyim? Biz öz podkastımızı belə mən hızlandırılmış şəkildə izləyirəm. Burada səninlə biraz razı deyiləm. Niyə razı deyiləm? Mən onu deyim sənə. Birincisi, əgər bir adam podkastda qulaq asmağa, baxmağa gəlirsə, bu adam bilməlidir ki, podkast biraz uzun çəkə bilən bir şeydir. Və bu arada belə bir qayda yoxdur ya, podkast 1 saat olmalıdır deyə. Təbii ki. Yəni, podkast 20 dəqiqədə ola bilər. Söhbət onda deyil. İndi deyə bilərsiniz ki, o zaman 20 dəqiqəlik podkastlar hazırlayır. Yəni, biz elə mövzular seçirik ki, bizim mövzumuz 20 dəqiqəlik mövzu deyil və mən Natavan bir çox gözəl bir sözü var. Hər dəfəsində mən onu deyirəm, özünə də deyirəm, kənarda da deyirəm. Biz boş danışmırıq. Yəni mən bu günə qədər 15 epizodumuz çıxıb bizim, o 15 epizodun heç birində düşünmürəm ki, biz boş danışmışıq. Elə vaxt olub ki, keyfiyyət yaxşı olmayıb, elə vaxt olub ki, o günkü enerjimiz yaxşı olmayıb, amma mövzu heç vaxt boş olmayıb. Heç vaxtı boş olmayıb. Çünki bura boş deyil, axı, bura yığdıqlarını tökürsən. Və bütün bu dedikləri və rəğmən biz yenə də boş danışmamışıq, yola verməmişik. Maksimum dərəcədə maraqlı danışmağa çalışmışıq. Sənin sözlərinə niyə qatılmıram? Mən Azərbaycanda bir çox podkastları izləyirəm və oradakı o izləmə sayına baxıram. O izləmə sayı Nata 10 minlərin üzərindədir. Demək ki, hamı elə deyil. Mən buradan belə başa düşürəm ki, biz nə isə düzgün eləmirik. Bizim hardasa bir səhvimiz var. Amma bizim o səhvimizi də, bax sən dedin o 50% bizim üzərimizə düşəndə 50% qarşı tərəfin üzərinə düşür. Bizim o səhvimizi nəyi doğru eləmirik? Siz deməlisiniz. Onu biz bilə bilmərik. Çünki biz kənardan
biz o qədər bu işin içində oluruq ki, bunun montaj sürəsi var. Mən montaj vaxtı bu 1 saat yarımlıq, 1 saatlıq podkasta yalan olmasın bəlkə 10 dəfə baxıram da. Yəni 10 dəfə bu podkasta mən baxıram montaj. Bəzi insanlar sürəsində. görüntü üçün, montaj üçün, hər şey üçün başqalarına tapşırır, amma Elman həqiqətən Yəni onu belə öz üzərimə götürmüşəm və elə buradan yola çıxıb bax sənə belə bir sual vermək istəyirəm də. Bizim hal-hazırda 120 plus abunəçimiz var. YouTube kanalımızda. Sənə görə bax bu say, bu 120 plus abunəçi sənin üçün nə ifadə edir? Və səncə 4 aydır biz başlamışıq. 4 ay üçün 120 abunəçi normaldır, yoxsa azdır? belə bir şey deyim, sən bayaq da dedin ki, bəzi insanların izləyici kütləsi daha çoxdur. Mən onu şeyə də bağlayıram. Girib videoya ən aşağı videolarına baxanda onların ki, məsələn, podkasta başlayıblar. Baxırsan ki, əvvəllər də bunlar başqa bir videolar da çəkiblər, başqa bir şeylər də eləyiblər, bir kütlə yığıblar. İndi də onu podkastdan edirlər ki, biz başlamadan əvvəl mən Elmana demişdim ki, Elman, mənim YouTube kanalımda biz bunu başladaq. Çünki mənim bir kütlə, kemik kütləsi var, bir izləyicilər var. Amma nədə biz səhv eləmiş olduq? Səhv də deyildi, sadəcə denədik, alınmadı və dəyişdirdik. Mənim izləyicilərim vlog izləyicilərdir. Onlar istəyirlər ki, görüntüdə bir şeylər olsun, hardansa harasa gedəsən format falan. yanlış idi. Hə. Bəli. Və onlar istədilər ki, artıq məsələn mən şeyə də düz baxa bilmirəm. Bəlkə oturtmusansa, hə, bəlkə çox milyonlarla izləmisənsə ya da abunə sayın çoxdursa ola bilər. Məsəl üçün vloqlar çəkirsən, sonra birdən-birə ora mukbangi artırırsan. Tanınmış blogerlərdən eləyənlər var bunu ya da ki, oturur podkast eləyir ki, belə bir türk bloger də var. Onun da hətta podkast sayısına baxırsan, videosu sayısına baxırsan ki, azdır. Çünki yenə də deyirəm, onun izləyicisi istəyir ki, o ancaq vlog çəksin, başa düşdün? Onu görüb, onu görüb. Onu öyrənib. Hə. Amma izləyirlərmi? Yenə də izləyirlər, amma şey eləməzlər. O biz sən necə? O eləyən kanalın sahibi də deyir ki, mən bir də bunun üçün ayrıca da kanal açsam, hər şey bir-birinə dəyər. O da mənim məntiqimlə fikirləşir ki, yəni burada var da bir kütlə. Bunu oynayım ən yaxşısı sıfırdan başlamaqdansa. Yəni bu fikir yanlış deyil, tutarmı, tutmazmı bu da tartışılır. Biz buna görə də mənim kanalımdan ayrılıb sıfırdan başladıq kimi oldu. Daha əvvəl nəinki orada sıfırdan başlamış oldu, biz ümumiyyətlə sıfırdan başladıq. Biz heç vaxt Elmanla oturub bir podkast eləməmişik, nə də ayrı-ayrılıqda Elman eləməyib, mən də eləməmişəm. Bizim bundan əvvəl bir reaktor proqramımız olub. Okey, Elman amma orada kamera arxasındaydı. Mən də danışırdım. Mənim də videolarım çoxdur. Yəni mən görünmüşəm də daha çox, amma bizim ikimizin ortaq oturub söhbət elədiyimiz bir şey yox idi. Bu sıfırdan başladı. Yəni bizim bir mənfimiz deməyim də hani acemi şey deyirləri, onda da oldu da. Yəni sən deyirsən ki, o birisiləri izləyirlər, bizi izləmirlər. Yenə də deyirəm, çünki onların bir kütləsi var idi. Onlar hansısa görünürdülər, bir tanınmışdılar. Bir nələrsə əvvəllər bir-birlərinə ya əyləncəli videolarımı çəkirdilər. Mən eləncə görmüşəm. Ya veriliş idi məsələn. İndi bunu podkasta çeviriblər. Belə bir şeylər tutur. Yəni mən ona bağlayıram. Bizdə çox tutmamasının səbəbini də Sənin sualın nə idi bu arada? Mən bayağı getdim. Mən sadəcə sual verdim ki, sənin üçün bu 120 abunəçi nə ifadə eləyir? Azdır, 4 ay üçün çox azdır. Biz uşaqlar bir şey də var da, yəni reklama oynamırıq. Reklamla hələ başlamamışıq heç bir şeyə. Heç nə eləməmişik ki, bu da bizim şeyimizdir. Amma biz yatırım eləyirsən, ya özünə eləyirsən, ya bunun ekipmanlarına falan eləyirsən, tez bir zamanda təbii ki, reklamına falan da büdcələr falan ayrılacaq. Amma 4 ay üçün azdır. Önə çıxmadığımızı düşünürəm. Çünki hal-hazır biz şeyə girdik də, bir podkast bazarına girdik. Burada Azərbaycanda çox artan, nəinki Azərbaycanda, dünyada ümumiyyətlə çox artan bir şeyin içinə biz də daldıq. Burada da akulalar çoxdur, balıqlar çoxdur falan. Çox populyar idi. Biz də girmişik, amma biz hiss eləyirik ki, bizi izləyənlər var. Necə var? Ən azından axıra qədər olmasa da bir ortasından, hani bir nədənsə və səssiz izləyicilərimiz çoxdur Elman, yemin edirəm. Elə onları taplasan bəlkə 500-600 nəfər olar. Çünki görürük ki, bizdən götürülən şeylərin olduğunu, özdə məşhurların çoxsunu, yəni çox izlənən podkast kanallarının nələrsə götürdüklərini görürük və deyirik ki, Allah Allah da, yəni özündən çıxardırmış kimi eləyirsən.
Məsələn biz niyə ilə başlamışdıq? Bəli. Onu keçən verilişdə də dedim. Niyə mən dedim ki, Elman, bu niyə çox getməsin də, arada bir başqa şeylər deyək. Və o günlərdə gördük ki, hansı bir podkast kanalı niyə başlığından istifadə edir. Mən demirəm biz bunu çıxartmışıq, eləyə bilməz falan. Amma hani ilhamlanmışam. Xoşuna gələ bilər. Okey, əla. İlhamlanmışam. Biz heç kimə burada şey açmamışıq. Yox, əlbəttə niyə bizim sualımızdır zat. Amma ki ilhamlanmısan və bu çox gözəl bir şeydir. Demək ki, hani oralarda bir barınmağa başlamışıq, amma artmaq lazımdır. Qaldığımız yerdən davam edirik. Deməli bizim kanalımızda nə oldu? Ağzındakı Gələndən paxlava yeyir. Dayanmır, bir dəqiqə dayanmır. Bu dayanmır. Yox, mən sağlam qidalanıram. Çox dəhşət. Bazar günləri vəbşə sağlam qidalanır. Bunu deyim, əgər Natavanı izləyən tələbələr, müəllimlər varsa, bazar günü şəxsən mən cavab deyəm. Çox sağlam qidalanır. Dəhşət. Bir şey var ki, bax izləyicilər deyirik. Çox indi səni bilmirəm, amma mənim ətrafımdan bəlkə 10-15 nəfər olar ki, izləyirlər. Çoxsu bilmədiyimiz insanlar. Mənim də ətrafımda aşağı-yuxarı o qədərdir. Elə toplasan elə bizim videolarımızı zarafat eləyirik elə bir şey yox. Bizim videolarımızı izləyən elə bizim ətrafımızdır. Deyil. Ona yox, ətrafımız deyil təbii ki. Çünki təkcə ətrafımız olsa biz o bizdən bəhrələnən o bəzi şeyləri görməzdik. Demək ki, kiminsə qabağına çıxmışıq. Sadəcə dünən çox qəşəng bir status paylaşmışdım mən. WhatsApp-da bilmirəm oxudun yoxsa yox. Bizlər bəzən çox paxıl oluruq. Bir başqasının uğuruna qəsdən mane oluruq. Bu təkərə çomaq soxmaq məsələsi var. Bax qəsdən onu edirik. Biz sevirik onu. Mən çox elə adamlar görmüşəm də, başa düşdün? Məsələn sən dünənləri mənə bir video göndərdin. O videoda bir nəfər məşhurların ətrafında video çəkib. Məsələn, bax həmin adam izləyirsə bizi hər videosunda ondan nəsə bir şey gətirir və bilir ki, odur. Yəni indi mən məsəl üçün paxıl olsam, mən bir dəqiqə paxıl olsam, nə bilim, baxmazdım ona, bloklayardım onu, bir şey danışmazdım o barədə. Davrandı, yaxşı yəni, qarşıladı. şey eləməzdim ki, odur, budur. Abi, hamı uğur qazanmağa layiqdir. Xeyr, bəziləri layiqdir. Baxın, ona görə mən qarayam, Elman ağdır. Bəzi insanlar çox pis şeyləri hak eləyirlər. Xahiş edirəm, o insanlar elə pis şeylərlə. Yox, o da var. Orası da elə. Orada da sözündə həqiqət var. Çox təəssüf ki. Amma yəni onu göstərmək istəyirəm ki, paxıl olmamalıyıq əslində. O günlərdə sən idin deyən ki, məsəl üçün bəzi insanlar yaxşı deyirlər, amma bəzi işlərində çox yaxşı, uğurlu insanlardılar. O insanları dəstəkləmək lazımdır. Bəli. Səhv eləmirəmsə ədəb epizodunda o videonu da buradan izləyə bilərsiniz. Qoşulmur. Yox, həqiqətən bəzi insanlar pisdilər və öz işlərini çox yaxşı elədikləri tərəf var, amma bu demək deyil ki, onlar uğur qazanmalıdılar. Pisdilər, pisliklərində boğulsunlar. Ya işte onu tam olaraq mən indi şey eləyə bilmərəm, deyə bilmərəm, amma mən bir başqa məsələyə də toxunmaq istəyərdim. Biz buna görə qabağa getmirik. Full videolardan əlavə shortslar da çəkirik də. Və bizim shortslarımız da çox qəribə və eybəcər baxış saylarındadır. Biri çox olur, biri son paylaşılan 2 shorts mən şoka düşdüm. Biri 65-də ilişdi qaldı. 65 düşünə bilirsən cəmi 65 izlənmədə. Biri də 209-da səhvim. Ya 209 ya 206. Orada ilişdi qaldı. Yəni biz niyə kimsə qabağına çıxa bilmir? Ən maksimum izlənən shortsumuz bizim 1600K-dır. Nə danışmışıq? Spagetti. 1600K. 1600 özü elə K deməkdir. Bəlkə də elə buna görə qabağa getmirik. 1.6K-dır bizim ən son. Spagetti məsələsi idi. Spagetti bilmirəm. Yoxsa Milla sütü. Yox deyən hansıydı ay Allah. Sən olan video idi. Təbii ki. Sən olan video idi. Amma başlıq nə idi, mövzu nə idi onu xatırlamıram. Yəni nə bu burada. Görsən sənin belə yadında qalmamışıq. İnsanların necə yadında qalaq. Biz bağlayırıq podcast. Sualımı toparlayayım. İzləyicilərin səbri tükənir səncə yoxsa nə olur? Yox. Ki bayaqsa buna toxundun əslində. Mən nə vaxt toxundum? Yox, belə deyim də, zarafatsız həqiqətən reklam vermək lazım. Reklam. Biz niyə bu insanların önündə tartışırıq?
Reklam Hadi vermək mutfağa lazım gidelim. deyə, reklam vermək lazımdır. Amma mən səndən bir şeydə razı deyiləm də orada. Yəni bunu reklamsız eləyənlər çoxdur deyə Nata. Çoxdur. Niyə? Shorts çəkək, çıxaq biz də şey eləyək, deyək ki, tipo bombes yetim. Ne belə deyək, nağara. Qaçsıyla da. Gələcəm də Elman, gələcəm. Sən məni niyə qarışırsan? Belə danışmaq. Həqiqətən də mən çox üzr istəyirəm ifadəmə görə. Belə yox edeməyim o biraz. Ayıb çıxar. Yəni eləməliyik. Eləsək baxılarıqmı? Eləyə biləcəksən. Tipo bombes yetim desəm baxılacağıq biz. Sən kimi divanın üstünə çıxmalısan. Davay divanın üstünə. Ayda bir dənə adam var, yəni indi hamı onu izləyir. Mən qadınları başa düşürəm çünki indi o qadın sayağı bir kimi falan birisidir də. Mən heç vaxt gender şeysinə qarışmıram. Hər kəsin öz həyatı. Həqiqətən olay bu deyil uşaqlar. Sadəcə niyə düşük şeylərə baxırsınız bilmirəm. Tam bəzən ola bilər biraz girərsən anlamıyorum abi, anlamıyorum. Yəni nəsə eləyirmi? Yəni heç şeylər çox izlənir. Bax qadınlar Nəyinə başa görə? düşürəm, qadınlar kimidir deyə belə. Ha, zaddır deyə. Amma kişiləri başa düşmürəm. Dəstək olan kişilər var. Məsəl üçün deyirlər ki, verilişini gözləyirəm falan. Girirsən adam öz normal statusunda, normal təhsilli, özünü həyatda normal aparan insan və yazır ki, canlısını gözləyirəm. Neyini biz də eləyək? Bəlkə yoxlayaq bir mənlə bir dəfə elə bir şey. Mən əsla həyatım boyu düşük insan olmamışam və kütləyə görə də düşüklük eləməyəcəm. Önemli deyil yəni düşüklük. Bacarıqsız insan düşüklük eləyər. Əgər bir insanın çoxlu bacarıqları varsa, mən həmişə demişəm, bütün hər şeydən pis şeyə qalsam da, yəni əldən ayaqdan düşürlər deyirlər. Yəni indi neqativ şeylər çağırmaq istəmirəm, amma hər şey tükənsə belə bir dənə papaq qoyaram qabağıma. Papağı nə anlamda dediyimi hər halda başa düşdünüz. Papağı qoyaram qabağıma, mahnı oxuyaram, ora 1-2 manat atan olacaq 100%. Səsim yoxdursa, bilmirəm, şeir deyərəm, ya bilmirəm. Prosto indi bəlkə də o insanlar da o şeylə yanaşırlar deyəcəm, amma baxırsan ki, əli ayağı tutan insandır. TikTokda pullar qazanır, evləri var, maşınları var. Yox, əslində belə deyək də biz TikTokda pul qazanmağın əleyhinə də deyilik. Mən heç bir şeyin əleyhinə deyirəm. Qazansın. Mən kütləyə şaşırıram. Elman, yemin edirəm kütləyə. Mən də bəzən deyirəm ki, bax güldür ya da çegaha izləmək nə qazandırır deyirəm, düzdür? Amma bəzən insan istəmir də bilgilərlə də olsun ya da istəmir sənin kimi, mənim kimi ağıllı insanların nələrinəsə qulaq asmaq. Deyir ki, yorğun arxın gəlmişəm, bir şeylər getsin orada başım elə belə işləməsin də, elə belə bir şeylər eşidim, dinləyim. Onun belə səviyyəsi lazım. Yoxsa ki, otur hərəkətlər bunu elma qoyacaq TikToka. Divana çıxır, divandan düşür ya da ki tamam ad verməyib bayaq ki şeyini də götürərsən. Ya da götürür stakanına bütün günü var eynə tökür, qarnını uzada yemək yer eləyir. Sən də ona otursan baxırsan, mən kütləni sadəcə anlaya bilmirəm. Mən bu dünyada mı deyiləm? Onsa bu günlərdə Merkur retrosu zat girmiş. Sən niyə belə elədin? Əyləncəli bir mövzu seçərdin, danışardıq. Merkur retrosu mu girdi, çıxdı, planetlər mi bir-birindən söhbət elədilər, nə elədilər? Onsa belə şey olmuşam da, başa düşmürəm kütləni. Hələ bu mövzuda vahşi başa düşmürəm. Sən də zaten bilmirsən. Bax sən deyirsən ki, elə şeylərin əleyhinə deyiləm. Mən də əleyhinə deyiləm. Bu insan deyir ki, mən ancaq TikTokdan pul qazanacağam. Mən bunu bacarıram. Mənim ağıllı tərəfim yoxdur. Mən ancaq gic-gic şeylər eləməliyəm. Tamam. Qarşı tərəfi başa düşmürəm. Necə bütün dəyər zamanını buna verə bilirsən? Yenə də deyirəm, boş-boş şeylər izləmək 1-2 dəqiqə var, 5 dəqiqə var, 10 dəqiqə. O gün açdım, dedim bəlkə mən də nəsə ola bilər də. Bunun şeysi var idi, hani videosu var idi, məsləhət verir ki, kişilər necə idi? Kişilərdən necə qəşəng geri dönüşlər almaq. Mən tərk edirəm studiyamı. Nə yaxşı mən onu izləməm. Nə yaxşı mən o adam haqqında məlumatsızam. Allahım çox xoşbəxtəm. Kütlə çox cahildir. Çox cahilliyə gedirsiniz abi. Anlamıyorsunuz ya. Bizim vaxtımızda var idi Elman belə şeylər. Bax, Nata, belə bir məsələ var. Bu var ha, de bu. O bu dəqiqə hamının əlində var. Hamının ora erişimi var. Və sən düşünə bilirsən, bütün o pis fikirli insanların hamısı
öz arzularını o plan gerçəkləşdirə bilirlər. Başa düşürsən? Bax ona baxanlar var ha. Canlısına nə qədər adam baxır onun? Çoxdur. Nə qədər təxmini bir rəqəmdir, nə? Bəlkə səfir 12K ola bilər. 12K. Bax o 12K adam var ha, oradakı 12K. Bax o içində o əlinə o düşüb deyə içindəki o iyrəncliyi göstərmək istəyən adamlardır. İçində iyrəncliyi olan adamlardır. Bax, indi gedib onlardan hansısa birinə, mən yenə deyirəm, mən kiminsə olması, kiminsə nə bilim olması mənə deyil. Heç maraqlı deyil. Özü bilər. Həqiqətən elə deyil. Özü bilər. Heç vaxt genderlə bağlı bir gender dəyişikliyi umurumuzda deyil. Abartmasın, tərbiyəsizlik eləməsin. Bir canlıya ziyan verməsin. Təbliğatını aparmasın. İstəyir trans olsun. Bu təbliğat İstəyir nə olur olsun, mənə o maraqlı deyil. Amma sən bunu bax bu şəkildə göstərəcəksənsə, sənin bir məqsədin var. Və sənin o məqsədin heç yaxşı məqsəd deyil. Heç vaxt yaxşı ola bilməz. Gəlib mənə nağıl danışmayın. Biz bir dəfə Elmanla hansısa bir bilmirəm verilişimizdə Elman demişdi ki, bəs artist deyə bilməzsən, yadındadır. TikTokda videolar zata çəkən ki, bunu deyiməyəcəm. Yəni orada danışmışdıq ki, nələr eləyirlər, niyə boş-boşun. Mən dedim ki, Elman ən azından bir artistliyi göstərir, ən azından bir dialoq əzbərləyir. Qadın obrazda hani başına dəsmal atırsa belə eyb yoxdur. Bax orada bir uğraş var. Həqiqətən orada bir uğraş var, orada bir özünü səviyyəcə saxlamaq. Bilirsən ki, kameranın arxasında bir şeylərə hazırlaşır falan filan. Amma sənin bugün açıb 2 nəfər otururlar və kişilərlə necə hədiyyə aldıra bilərsən? Qadınların zəif nöqtəsindən vururlar və qadınlar, mən bilirəm də insanlar niyə bu qədər izləyirlər? Çünki səmimi bulursunuz. Başa düşdüyün hər dəngüllük eləmək hərəkətini, hər divana çıxdım, divandan düşdüm, hə elədim, hü elədim. Hər şeyi mən sənə bir şey deyim, insanlar maskalanırlar. İnsanlar çox soyuqdular real həyatlarında. Və maskasız bir insan, səmimi, dəlilik eləyən, rahat özünü aparan insan görəndə direkt onu qucaqlamaq istəyirlər, direkt ona sarılmaq istəyirlər mənən. Yəni. Və burada belə bir məsələ də var, Nata. Ona baxan adamlar da İşte baxan insanları deyirəm. Onlar var ha. Ona baxanda bax o maskalarını çıxardıb baxırlar. İşte. Yəni real üzlə baxırlar. Özündən birisi kimi görürsən, deyirsən ki, ay çox yumşaq. Bu həmişə bu illərlə belə olub. Bu həmişə belənçin olub və bu ən çox işte bu LGBT üzvləri ilə olub ya da ki hani nə bilim yadınızda da şey də var idi, TikTok falan. Bax görürsüz filtrsiz idi də, başa düşdünüz? Yəni ona görə insanlara səmimi gəlirdi. Amma mən sizə bir şey deyim, filtrsizin də həddi var. Mütləq. Siz elə bilirsiniz ki, filtrsiz olmaqla onlar həqiqətən sizə özlərini göstərirlər. Mən sənə bugün elə bir rol apararam ki, sən elə bilərsən ki, mən həyatımda çox tamamilə başqa bir insanam. Amma əslində başqa ola bilərəm. Siz bilirsiniz ki, onların belə hal-hazırda davranışları onların obrazıdır, yaratdıkları obrazı. Bunu bilirsiniz. Buna görə pul qazanırlar onlar. Bunu bir dənə bilirsiniz, yəni. Anlamıyorum ya. Həmişə deyirəm ki, insanların həyatına qarışma. Həmişə deyirəm ki, bunlar bu cürdür. Qara olmalıdır ki, ağ da bilinsin falan filan. Amma eləmən bəzi şeyləri həqiqətən həzm eləyə bilmir mən. Bilirsən, mən nəyi həzm eləyə bilmirəm? Mən sənə onu deyim. Bax, indi ona baxan o kişilər var ha. Məsələn, o bayaq dediyin adama baxan kişilər. Mənə maraqlıdır ki, məsələn, mən sabah gedib həmən hansısa oradan olan bir kişinin birinə desəm ki, davay sabahdan yubka geyinirsən, sütyen taxırsan, belə qəşəng geyinirsən, çıxırsan, gəzirsən və yaxud da oturursan TikTokda canlı açırsan. Onu deməyə, real həyatında belə o insan durub baxır, bilsə nə deyəcək ki, kişilikdən danışacaq, deyəcək ki, trans belə gəldi, belə getdi, zaten ağzının suyunu axıdacaq, amma girib orada oturur. Bəli, girib orada oturur, oturmaq kənara hədiyyələr atırlar. O gün TikTokda bir dənə oğlan video çəkib ki, 2-3 dənə var eləncin oğlanlar. Durub deyir ki, son yol deyir bunu eləməkdir, son çarə deyir bunu eləməkdir və başlayır belə hə eləyir bunu video. Yəni ki, son çarəm yəni mənim üçün pul qazanmaq üçün bunu eləməyimdir.
O dilim qurudu. Mən bilmirəm bu nədir. Elman əslində başqa bir şey girmişdi, amma mən o qədər mən bilsən sakit qala bilməyəcəyim bir mövzudur. Mən bəyəndiyim insanlar da var. Məsələn, bayaq səninlə kadr arxası biz danışırdıq. Qaqaşın adı yadımdan çıxdı, üzrü saysın. Dedim bu gün olar. Məsələn, bilmirəm, bax o uşaq mənə rusların bir sözü var, priyatni gəlir. Yəni ondan mən bir vibe almıram da, mənfi vibe. Bu arada bu videonu əgər özün görsən, səni qonaq qismində istəyərik bizim podkastımızda. Etiketləyərik. Mütləq bunu shorts və reels kimi də paylaşacağıq. Səni qonaq qismində görmək istəyirik və böyük məmnuniyyətlə səninlə uzun-uzun söhbət etmək istəyirik, müzakirə aparmaq istəyirik. Tək bu mövzuda yox, ümumiyyətlə həyat. Çünki o özü belə nəyə görə bəlkə də sənə səmimi gəlib və dürüst gəlib? Çünki özü illərlə idmanla falan məşğul olan ki, bizim kimi normal podkast falan çəkib çox da tanınmayan, çox da az izlənən insan olub rastgele bir dənə bu gün olar, yəni belə pis çıxmasın, artistlik elədi və insanlar kütlə tərəfindən sevildi, özü də özünü elə lağa qoydu. Dedi ki, mən bu qədər idman falan elirdim, tanınmırdım, amma bu videomla tanındım. Ona görə də başladı ondan sonra ancaq o tipli şeylər çəkməyə və insanlar dedilər ki, artıq kına gəldi, artıq nə gəldi, amma xeyr, siz yenə də o cür artistliyi sevirsiniz, siz yenə də o şəkildə şeylər sevirsiniz, siz artistliyi sevirsiniz və yalandan deyirsiniz ki, filtrsizdir, səmimidir, ona görə belədir, ona görə də elədi, eləncə deyil. Hər şeyin adabı var. Hər şeyin adabı var, bunu unutmayın. Ona görə də o oğlanı dəvət eləyə bilərik, bəli. Dostlar, qaldığımız yerdən davam edirik və siz bizim podkastlara Oykos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız. Təşəkkürlər Oykos İnkişaf Mərkəzi. Nata Elman deyir ki, mən indi bunu desəm Natamı başqa yerə çevirəcək uje. Ya yox. Təhlükəlidir. Ara verdi, bir şey göstərdi mənə Natavan, hələ də özümə gələ bilməmişəm ki, qaydacam ona. Şou, skandal yoxsa maarifləndirmə? Nə lazımdır? Bu bizim kütlə üçün gedir yoxsa? Söhbət tək Nataman podkastdan getmir. Bax o bayaqdan o danışdığımız insanlardan, o danışdığımız mövzulardan, yəni söhbət bundan gedir. Bax, nə lazımdır bizə? Şou, skandal yoxsa maarifləndirmə? Millətin nəyə ehtiyacı var? Sənin bayaqdan danışdıqlarından belə qərara gəlirəm ki, millətin daha çox bax o cür insanlara ehtiyacı var. Cibobombeslərə ehtiyacı var millətin. Yetim. Buna ehtiyacı var. Mən belə başa düşdüm. Sənin fikrin nədir? Maariflənməyə ehtiyacları var, möhtacdırlar. Məncə də. Amma fərqində olmadıqlarına görə qaçdıqları və istədikləri elə bilirlər ki, bunu istəyirlər. O təbii ki, şou, artistlik, meymunluq. Bunlardır. Amma nə olmalıdır əslində? Maariflənmək olmalıdır. Maariflənmədən əvvəl bilsən nə olmalıdır? Birinci insan baxmalıdır ki, mənim nəyim əksikdir? Mən neynirəm də, yəni həyatdakı amacım nədir? Bir sorğulamalıdır, bir sual vermə. Deyir ki, müsbətdən əvvəl birinci mənfini görməlisən də. İşte görmürlər, elə bilirlər ki, hər şey okeydir, elə bilirlər ki, durub başlayır, ölkə belə gəldi. Ölkədən əvvəl birinci özünə bax, gör sən özün nə gündəsən, gör səndə nələr əksikdir. O məsələ ümumiyyətlə bizim, belə deyək də, mən deyərdim ki, bir qlobal məsələmizdir. Biz bir qərar vermədən öncə, biz ümumiyyətlə bir söz demədən öncə güzgüyə baxmırıq. Güzgüyə baxmadan bir fikir irəli sürürük. Bax, o güzgüyə baxmadan fikir irəli sürəndə, məncə bax, onun axırı gəlir o sənin dediyin kimi bitir. Çox təəssüf. Və sən bayaq çox gözəl bir söz dedin. Baxın, gəlin realist olaq. Yəni, artistlik eləməyək. Bu dəqiqə ölkənin 90% uşağının əlində telefon var. Gəlin bunu qəbul edək. Mən uşağımı belə böyüdürəm, mən uşağımı elə yaxşırım, bəstirim. Bu şeydir, şablon və lazımsız cümlələrdir. Ölkənin, uşağının, körpəsinin 90%-nin əlində telefon var. Uşaqlarınızı yemək yedizdirəndə telefonla yedizdirirsiniz. Planşetlə yedizdirirsiniz. Və başa düşürsən, sən bayaq dedin ki, bu uşağın qarşısına çıxa bilər. Bu katastrofadır, bu. Bilsən söhbətindən Nata, bunlar bilsən nə fikirləşəcəklər? Sözü yadında saxla, unutma. Bunlar fikirləşəcəklər ki, bax bizdən danışırlar,
əslində Qara elə PR, bizi qara PR. sən kimsən, mən səni reklam eləyim ki, dərdin çəkinə. Mənim səninlə nə işim var? Belə bir şey deyim də, biz böyüklər olaraq biz artıq uşaq deyilik. Eləmən bax, uşaq vaxtı çox şey maraq salarsan. Bu sənə şirin gəlir, bu sənə... Amma əgər böyüməmisənsə, böyüməyi də mən yaş olaraq demirəm. Çox insan sadəcə həqiqətən də yaşlanır, yəni yaş alır. Həqiqətən böyümür. Həqiqətən inkişaf sıfır. Ona görə də bugün oturursunuz, baxırsınız və elə bilirsiniz ki, hər şey okeydir. Fərqində də deyilsiniz. Deyirsiniz ki, pisdir də, bunun haqqında pis danışırlar, bu şeydir deyə belə olur. Bu özün qız kimi apardı. Vallahi söhbətlər o deyil. Vallahi o deyil. Həqiqətən o deyil. Yenə də təkrarlayıram. Gender problemim mənim də yoxdur, Elmanın da yoxdur. Hər kəsin şeyi özünə. Amma sən bugün əgər kəsilməyindən ağzımı açırım. Bunlardan danışırsansa Urje, bu tərbiyəsizliyin ən böyük. Biz keçən səfər bundan əvvəlki bizim şeyimiz ədəb idi də, düzdür? Bu artıq ədəbsizlik də deyil, bu artıq əxlaqsızlığın... Bu ədəbsizlik deyil, bu ədəblə əlaqəsi yoxdur, bu tərbiyəsizlik. Tərbiyəsizlik, əxlaqsızlıq və plus da ki, təbliğatın özüdür. Təbliğatın özü sən nə deyirsənsə dinən, sən nə deyirsənsə dinən. Bir insan artıq, bizə necə, bir dəfə, iki dəfə eləyərsən, reklamlardan baxın. Azərbaycanda blogerlər var ki, kosmetikanı, nə bilim, geyimi ya da hansısa markalarla Azərbaycanda yox, ümumiyyətlə dünyada belədir, amma Azərbaycandan gedir də indi söhbət. Təmiz şəkildə qadınlara hitaban eləyib, pul qazanan, özünə maşın alan, özünə ev alan, öz uşaqlarını saxlayan var həqiqətən də. Ya da tiktokerlər də var ki, reklamlar alırlar, səyahətlərə gedirlər. Yəni bunu səviyyəli şəkildə aparanlar var. Onlar sözə bir qüvvət verim. Bəli. Bir dənə trans var, transgender var Azərbaycanda. Gözəllik salonunda başını aşağı salıb işini görür. Yəni. Və işini görür həqiqətən. Yəni bunun cinsiyyətlə zaten əlaqəsi yoxdur. Yəni bu onu eləyə bilərmi? Eləyə bilər, amma eləmir. Eləyə bilər. Nə var? Nə var axı eləməyə? Mən də bugün saçımı oğlan kimi kəsdirim, başlayım deyim ki, mən də falan. Yəni çox izlənirəm. Bir dənə də sevgili tapım özümə, yalandan 30 durum burada. Bilirsiniz nə qədər? Bax onda Elman, sən mənə deyirsən ki, neyinəsə izlənir. O qədər bunun yolları var ki, neyinəsə izlənir. Çox var, sən özün də bilirsən. Hər nəysə, yəni normal şəkildə eləyənlər var. Sizlər eviniz də var. Evləriniz, maşınlarınız da var. Sizin artıq pula ehtiyacınız yoxdur. Siz artıq kimlərinsə əlində təbliğat üçün tutulan insanlarsınız. Bu qədər basit. Bu qədər basit. Amac artıq başqa deyil man. Sən deyərsən ki, mən kasıbam, mən ailə dolandırıram, mən ev dolandırıram. Yenə də düzgün baxmaram, amma deyərəm ki, indi bunun başdan xarabın bacardığı budur da. Elədin, 1 il elədin. 5 ay elədin, 1 il elədin, nə qədərsə elədin, amma mən görürəm ki, artıq fakt odur ki, sənin olayın pul deyil. Epstein adası söhbətlərini bilirsiniz də, ünlüləri də bilirsiniz, ünlülərin qazandığı pulları da bilirsiniz də. Bir podkastda dinləmişdim, qadın deyir ki, aparıcı sual verir ki, pula görə bunu eləmək, adam dönür ki, səncə olay deyir puldur. Sən düşünürsən ki, hər şey puldur. Deyir, pulun diyarı olan şeydə, pulu öyrətənin ölkəsindədirlər də. Yəni bu insanlar, pul onların əllərində heç nə. Olay artıq pul deyil. Olay artıq başqa bir həddiyə. Sən başa düşürsən, insanların bilinci ilə oynamaq. İnsanların Epstein adasındakı uşaqları söhbətləri var idi. Sən ondan nə fərqin var? Sən can sənin ondan nə fərqin var? Sən də uşağın hal-hazırda bilincini yeyirsən. Yeyirsən yəni, ruhunu əmirsən. Sən onun bütün keçmiş gələcəyini piskünə qoyursan. Bizim vaxtımızda ANS var idi. Çox pakalini bilər. Biz belə bizim vaxtımızda. Orada bəzən 18+ kino, ümumiyyətlə də türklərin rütük söhbət var. Azərbaycanlarda bilməm o nədir. Yəni onlar gəlməmişdi. Ona görə də açıq-açıq hər şeylər verilirdi, eləyirdi. Biz də onda duraq, belə deyim də sapıqlar olaq da. Biz də onda duraq, nə bilim, ya da cinayət işi verilişi var idi. Yadındadır, gecə vaxtı o onu öldürüb, bunu dosyalar açılırdı. Mən şəxsən oyla böyüyən bir insanam, həqiqətən. Evdə baxırdılar və mən, durum mən də onda sapıq olum, ya da ki, mən də durum onda elə deyil. Yenə də deyirəm, uşağa çox şeylər verərsən, amma bu uşaq artıq getdikcə özünü böyətməlidir. Təbii ki, pozulanlar yoxdur mu? Var. Var. Elə pozulanlar da elə olacaq da. Bugün kimsə cinayət işləyirsə, o verilişlərin sayəsində heç şey eləmir. Ya da kimsə bugün qıcıdırsa, bozbaşdısa, o Azərbaycan telekanallarına şükürlər olsun ki, bağladılar o verilişlərin çoxsunu yığışdırdılar. Bax elə sizin bugün o
geri zekalı tiktokerlərə baxmağımızın problemi budur. Budur. Çünki Bozbaş o qədər insanları izlədiniz ki, elə bildiniz ki, bilsən, hər şeyi o qədər normal gətirdiniz ki, artıq normalın nə olduğunu bilmirsiniz. Elman, çox coşdum, sən danış. Bozbaş olsa yeyərdi amma. Dəhşət. Bir dənə aclıq var. Dediyim kimi bütün dediklərində həqiqət var. Sadəcə olaraq mənim burada bir başqa bir məsələ. Bayaqdan sən danışırsan, ağlımda onu analiz edirəm, fikirləşirəm ki, tamam bax bu uşağı telefonu uşağın əlinə verən valideyn. Yəqin ki özünün də telefonu var və yəqin ki özü də TikTokdan istifadə edir və özü də TikTokda gəzinəndə bu cür bu bədheybətləri, bu üzdən iraqları görür. Və yəqin ki bu insan bunu görürsə, yəqin ki bu insanın azdan çoxdan TikTokdan anlayışı varsa, o adam bilir ki bu alqoritmlə işləyən bir şeydir. Yəni sənin qarşına bir məsəl tutaq ki, mən fikir vermişəm, qəsdən fikir vermişəm. TikTokda scroll edirsən, gedirsən. Məsəl tutaq ki, bir video çıxdı qabağa və elə belə bir 5 saniyə sənin ona baxmağın, yəni o 1 saniyə yox ha, 5 saniyə ona baxmağın sənə ondan sonra bax onun və yaxud da o tipli videoları göstərəcək. Önərir. İndi bu uşaq bayaqlarım Natavan göstərdi mənə o adamı, yəni Allah uzaq eləsin, İraq olsun. Çox cəzbedici bir görünüşü var və istər-istəməz kitləyir insanı telefonda və uşaq buna baxandan sonra uşağın kəşfiyyəti olacaq nə? Başdan ayağa Bax, onsuz da TikTokda, YouTube Shortsda və ümumiyyətlə YouTube'un özünə belə şeylər gəlib, qısıtlamasız. Görmüsən sən də? Bir il deyirəm onu. Hə. Yox, qısıtlama. O qısıtlama yaxşıdır, amma qısıtlamasız deyirəm ki. Hə, onu bilmirdim. Hə, TikTokda da var o. Məsələn, necə işləyir? Bax, videolara baxırsan, birdən-birə gəlir sənə, reklam gəlir. Aha. Qız da orada və gic-gic hərəkətlər falan eləyir. Gic-gic deməyim də, tamam 18 ədəbsiz hərəkətlər eləyir və sən onu ötürürsən. Bax, uşağın əlindədir TikTok. Oradan bilir də TikTok mən kiməm də, mənim neçə yaşım var. Və birdən istəmsizcə gəlir. TikTokdadır mı? TikTokda və YouTube'da da, YouTube Shorts'un özündə də. Nə bilim, bu şeyi istifadə elə, bu nə bilim nəyi, belə baxırsan ki, bu nə deməkdir yəni? Bu nədir? Onlara belə qısıtlama. Yəni bir də ki, bir şey deyəcəm. Elman dediyi şeydir, özün qısıtlamısan da ki, hə? Bir ildə onu eləyirəm. Bir ildir mənə nə maraqlı deyilsə, mən onu qısıtlayıb hələ də davam eləyirəm onu. Bir də ki, sən uşaqların əlində telefon ola bilər. Yəni bunu deyə bilməzsən də ki, bir işlədir, bir sən işlətmə falan. Olay o deyil. Nəyə baxdığın, nəyə izlədiyin zaten sənə önəriləcək. Plus da ki, uşaq həmişə gördüyünlə, yəni valideyni nə edirsə onu təkrarlayır, nə yersənsə elə. Sən durub bugün ona baxıb, durub uşağa deyəcəksən ki, uşaq amma buna baxmasın, elə deyil. Kimdən dünyaya gəlib bu uşaq? Səndən gəlib də. Kimin genlərini daşıyır? Sənin. Sən buna maraq göstərsən. Laqeyd olmayın elə sən buna baxırsan, sən hər şeylə etkilənir və bugün görməz, yaşı çatandan sonra, başa düşəndən sonra onsuz da görəcək, deyəcək, valideynin baxırsa mənə nə olacaq? Otururlar elə uşaqların qabağında baxırlar. Bu yaxınlarda Oykos'un bir videosunu, Şəhla xanımın bir videosunu gördüm. Çox gözəl bir şeydi də orada. Bax elə bu bizim mövzumuza da tam olaraq toxunur. Deyir, ataların uşaqları ilə, anaların uşaqları ilə, deyir, oğlan uşaqlarını kişi kimi böyüdün. Çox gözəl bir söz deyir orada. Deyir, bərbərə gedirsən, özünlə apar. Maşın yumağa gelirsən, özünlə apar. Bəli, dostlarınla domino oynamağa gedirsən kafeyə, özünlə apar. Abi bu uşaq nə qədər anası ilə gedəcək, ananın padruqaları. Getdi orada o qeybət. Bunlar təsir eləyir hamısı. Təsir eləyir hamısı. Uşaqların telefona marağını nə olar? Nə olar? Azaldın. İnsanlar ancaq rahatlıq deyə, bilirsən Nata, ancaq uşaq dünyaya rahatlıq deyə, okey, tamam, hə, o da bir ayrı mövzudur əslində və danışmaq bir olar. Bir dəfə işləyərik bunu. O mövzu haqqında danışmaq olar, o da bir məsələdir ki, orada bir məsələyə də toxunmaq istəyərdim mən. İndi qısa deyəcəm, ətraflı danışarıq onu, o mövzunu açanda. Uşaq dünyaya gəlməlidir, yoxsa yox qərarı verilməlidir birinci. Bu uşaq bizə lazımdır, yoxsa yox qərarı verilməlidir birinci. Doğub, soram peşman olmaq lazım deyil. Çünki onda o şey sən geri dönüş eləyə bilmirsən. Bəli.
Bunu danışacağıq. Uşağı niyə dünyaya gətirirsən ki? Uşağı sən prosta kukla kimi. Amma əslində uşağı bizə nəyə görə dünyaya gətirirlər? Mənim bu düşüncəmdir. Onunla birlikdə böyümək üçün. Amma şey mənasında yox. Hani arzularım içimdə qalıb səninlə reallaşdıracağam o mənada yox. İşte o keçmişdə qaldı Nata. O ilə bağlı yox. O keçmişdə qaldı sən deyən. İndi elə deyil. Bilmədiyim şeyləri səndən öyrənəcəm. Eynən, Cahilliyimi, eynən, keçmişdəki izləri, genlərimdən gələn o şey travmalar falan səndən şifalandıracağam. Sənə öyrətdikcə özüm də öyrənəcəm üçün dünyaya uşaq gətirməlisiniz. Heç kəs bunu eləmir. Bəli, heç kəs deyəcəm çünki 10 nəfərdən bəlkə biri, ikisidir. Всё bu qədər. Bəli, tamamilə doğrudur. Sənə bir sual verdim. O sualdan davam edək. Sual o idi ki, bəlkə bizim mövzularımız çox rəsmidir. Nə düşünürsən? Deməli axırıncı bizim proqramımızda ədəb falan danışanda ona görə elə bir ki aydınlanma yaşadım. Elman mənə dedi ki, mən elə baxmamışdım verilişə. Dedi ki, Natavan, bu səfərki veriliş çox başqa idi, çox xoşuma gəldi falan dedi. Mən dedim ki, Allah Allah, indi rənglənməsimi xoşuna gəlib, səsimi ya axıcı olmasımı falan dərkən mən özüm avtobusda izlədim, indirmişdim YouTube'dan. Avtobusda bir gedə-gedə izlədim. Mənim də çox xoşuma gəldi. Çünki həm aydınlanmış olduq, həm çox necə deyim, gizlidə qalan mövzulardır. Bizim ümumiyyətlə başlıqlarımız çox kənarda duran başlıqlardır. Yəni normalda ədəb sözünü eşidərsən, normalda tərbiyə sözünü, nə bilim, atıram da indi tutaq ki, neqativ sözünü eşidərsən ya da enerji sözünü eşidərsən, amma hamısının açılımları o qədər dərindir ki, o qədər işlənilməsi lazım olan şeylərdir ki, normalda insanlara deyirlər ki, çox dərinə girmə, çox şeyləmə, çox eşələmə falan, amma biz konkret, biz kanalımızın adını dəyişdirib eşələyənlər qoyaq. Eşələdiyimizə görə o belə şey olur, dənizin altında nə deyirlər, qulağının ilbis şeyinin, ay Allah, bütün heyvanları yığdım. Nəysə də beləcə açırsan və orada belə muncuq olur. Biz oradakı o muncuğu çıxardıb insanlara sunuruq. İnsanlara göstəririk ki, burada qapalı qalan bir şey var. Mövzularımız o şəkildədir. Burada eşitdiyim bir neçə sözlər var. Biz onları açıb bizim üçün də hətta maraqlı olur. Biz özümüz belə onu araşdırırıq. ChatGPT-mi olsun ya da başqa podkastlarım olsun. Onları araşdırırıq. Ona görə sən deyirsən ki, şey gəlir sənə, səncə də çox rəsmi deyil. Yox, mən burada durub iqtisadiyyatın neçənci level olmasa ya da neftin ya da nə bunlardan danışmıram. Ya da nə bilim bitkinin hansısa şeyindən. Ümumiyyətlə də yəni hüceyrənin nə bilim elə şeylərdən danışmırıq biz. Biz insanlara tanış olan sözlərin mən bunu belə bayaqdan tanış olmayan açıqlamalar. Mən bayaqdan bunu istifadə edirəm. İndi altı qara pişik deyəcək ki, bunlar da bunu bizdən götürdülər. Onların çox maraqlı bir təzə rubrikaları var. Hə. Bayaq deyərdin də onu eləməzdim. O rubrikanın adı yadımdan çıxdı. Nə idi ay Allah? Hə, yadıma düşdü. Dediklərinin hamısına bircə imzamı atıram, qoşuluram. Sözlərində həqiqət var. Amma mən düşünmürəm şəxsən bizim mövzularımız rəsmidir. Mən düşünmürəm ki, bizim mövzularımız düşündürücü deyil. Əksinə düşünürəm. Maksimum zövq oxşamağa çalışırıq. Təbii ki, bu zövq oxşamasına Natavanın gözəlliyi də öz qatqısını qatır. Yəni Natavanın gözəlliyi olmasa, bizim kanalımızın da gözəlliyi, Allah, çəkməyim acaba. kanalımızın da gözəlliyi bir o qədər olmazdı. Buna görə ümumiyyətlə Natavana çox təşəkkür düşür bu podkastın ərsəyə gəlməyində. Bu arada bunu tam ciddi deyirəm, tam səmimi deyirəm. Mən bu yola çıxmamışdan qabaq hətta belə bir şey düşünmüşdüm ki, əşi bir dənə, iki dənə epizod çəkəcəm, baxacam, tutmasa saxlayacam. Amma tutmadı amma saxladı. Nə Natavan ona, düzdür, tutmadı da elə də istədiyimiz kimi. Amma nə Natavan ona imkan verdi, nə Natavan məni motivasiyadan saldı. Əksinə mənim üçün didişə də olsa mənə nələrisə öyrətdi. Bu ara üzünə, şəxsinə təşəkkür edirəm. Minnətdaram. Mən də üzümə deyirəm. Bir dəfə yadında da yazmışlar yorumlar. Mən səni. Bax görsən insanlara belə şey lazım. Sən başa düşmürsən. Ya Instagramda zaten aktivdilər. Instagramdakilərə mənim sözüm yoxdur. Təşəkkür edirəm Instagramda. Mən də sənin üzvə Elman. Demək istəyirəm ki, çox qoymadıcasını yaxşı tanış.
Hatta 100-cü epizoda qədər buradayıq yoxsa? Yox. Sən nə görürsən? Natavan podkastının neçənci epizodunu görürsən? Mən şəxsən 100-dən artığını görürəm, açıq. Mən heç vaxt sayılara takılmamışam. Bir dənə işimdən başqa, çünki işimdə veçin sayıram. 1, 2, amma mən saymaqla bilir, tanıyır valla. Müdiriyyət deyir ki, otaqdan sənin səsin gəlir, sayırsan, ancaq sayırsan. Nəysə, bir də olur ki, danışıram və qadınlar hərəkətləri eləyirlər. Mən şeyəm, belə birdən-birə söhbətin ortasından 7, 8, Natan xanım, hardan bilirsiniz ki 7 də edirəm, mən ucu avtomatik, mən gecə də oyasam, mən ucu sayacam. Amma genel olaraq normalda həyatımda durum sayı ilə, bunda belə olar, bunda belə. Heç vaxt elə bir şey olmayıb. Sadəcə axşam baxıram, enerjilərə baxıram. Məsəl üçün Elmanla o vaxta qədər bir-birimizi didişməsək, yeməsək, o gedəcək. Amma nəsə bir didişmək olsun, yəni o da bizim belə deyək də. Bu çıxışımızdan sonra bizi məhkəməyə verməsələr. Biz didişmək bizim nəysə. Dostlar, kanala abunə olmağı unutmayın. Bu mütləqdir. Sən bayaqki mövzuya gir. Sən bayaqki mövzuya gir, onu şərh. Sən bayaq nəsə deyəcəydin. Gəl onu da danışaq, sonra oyuna keçərik. Hə, artıq oyuna keçirik. Necə tez bitiririk bugün? Nə istəyirsən daha? Mən coşmuşdum burada. Mən konkret danışmaq istədiyim mövzunu açmışam sən. Danış. Ümumiyyətlə həyatda boş şeyləri eləyib kütlə önündə olan insanların həmişə bir dənə də gözəl silahlar olur. O silah da nə olur? Ya bu insanlar çox qatı dindar olurlar. Ya bu insanlar çox xeyirxah olurlar. Ki, yəni şey demək istəyirlər də, hani mən boş-boş işlər eləyirəm, amma ki, mən Allaha bağlı bir insanam. Ya da ki, mən xeyir işlərlə məşğul olub pul qazanıb kasıblara verirəm. Nə bilim ki, sən buna acıyasan ki, sənin içində o nə vaxt ki, belə bir dənə gözün açılacaq, deyəcəksən ki, ay da bu nədir, bunu kiç-kiç şeylər eləyir deyən momentdə vicdanın ortaya girsin, desin ki, amma bu yaxşı işlər də görürük, desin deyə. Bilirsiniz necədir? Bilsən necədir Elman? Beynimiz var. Bir də ruhumuz var. İkisi də var. Yəni ürək. Nə gözəl. Zehin başqa danışır. Ürək başqa danışır. Deyir ki, zehin yanıla bilər, amma ruh əsla yanılmaz. İç səsinizi dinləməyi öyrənin. Amma bu beyin səsi olmasın. Beynin çox şey yargılayar, çox şey də deyər ki, süzgəcdən keçirdə deyər ki, bu əyridir, bu düzdür, bu səhvdir, bu doğrudur falan filan. Bu insan zehin yaxşı bir şeydir. Təbii ki, yaradan da odur da. Yəni beynimizdə yaratdığımız şeylərlə qarşılaşırıq çox vaxt. O süzgəcdən keçirir, o düzü göstərir bizə. Amma ruhun bilir ki, günün sonunda hansı yol haqq yoludur. Yəni sən bunun nə qədər boş olduğunu bilirsən. Sən izlədiyin şeyin nə qədər sənə olan sənə sıfır yararı olduğunu bilirsən. Bil də yəni. Bil. Artıq orada içdən sənə nəsə, bu xeyirxah, tamam, ola bilər, okey. Bu səs, içdəki olan səs pis də danışdığı olan vaxtlar ola bilər. Məsəl üçün mən izləyərəm, mən deyərəm ki, buna baxay, bu kimdir ki bu bayaq nə? Bu kimdir ki bu bu kim buraxıb? Bu nədir özün qız kim aparır? Bu qadınlar da var elən üçün, oğlanlar da var elən üçün. Bu qız bunu kim aparır? Bu belə eləyə, bu matışqansadı babelən üçün kim çıxardıb deyən iç səsi də olur. Biz o iç səsi nə deyirik? Deyirik ki, özü bilər. Burada, yəni özü bilər, öz həyatıdır falan. Başqa tərəfdən çıxan iç səsinizi də bu şəkildə kontrol edin. Məsəl üçün, görürsən ki, ay Allah, ciddi şeyi qoymayacaq. Məsəl üçün izləyirsən və adam özünü boş aparır və adam təbliğatı ilə zaten zehinləri körlüyor, piskinə qoyur. Bu tərəfdən də yalandan artistlik eləyib, kasıblara kömək eləyirəm, ay nə bilim Allah adamıyam, dindar birisiyəm, yaxşı insanam deyir, sənin vicdanını oyadır, səndə oyanan o vicdan hissəsi beyninin sənə aldatmasıdır da. Bilmirəm, Elman, onu necə məni toparla da bir dənə xahiş eləyirəm. Yəni demək istəyirəm ki, bura dağılır, başa düşdün? Bu zehin dağılır ucu bu qədər şeylərdəki budumu düz, budumu səhv. Mən insanları da başa düşməyə çalışıram. Mən həqiqətən empati qurub başa düşməyə çalışıram ki, insanlar da belə qalıb var ki, hani şəxsən mən empati qursam da o cür insanları niyəsə başa düşə bilmirəm, çatmır mənə onların. Onu izləyənləri deyirəm mən. Mən də onu deyirəm. Mən də onlardan danışıram. Mənə onlar çatmır. Yəni bu riyakarlıqdır, bu ikiyüzlülükdür.
Mən də Sizin işte elədiyiniz. deyirəm ki, mən kütləni də bir başa düşməyə çalışaq. Sən, əgər, tamam, kütləni başa düşməyə çalışaq. Gəl kütləni başa düşək. Bax, o kütlə bu dəqiqə bizim qarşımızda. Qalıb orada, ortada qalıblar. Bir kütləni baxmağa nə vadar eləyə bilər? İşte onu deyirəm də. Bax, deyə bilər ki, məsəl üçün, hani... Kişilikdən danışan, başqa yerdə oturub domino oynayıb kişilikdən danışan adama baxmağı nə vadar eləyə bilər? Elə kütlənin özü müvadir eləyir bəlkə. Niyə Türkiyəyə gedir? Bunun öz ağlı yoxdurmu? Bax sən bayaqdan nə gözəl, çox gözəl bir söz dedin ki, insan zehni var, ruhu var. Bunlar mütəşəkkil işləməlidir, bir-biri ilə əlaqəli olmalıdırlar, bir-biri ilə kontaktda olmalıdırlar. Onda ya bu insanın ruhu xəstədir, ya bu insanın beynində qüsur var, ağlında qüsur var, ya manyakdır, ya da özü də homoseksualdır. Xəbəri yoxdur. Sən əvvəllər biz bu şeyləri eşidirdik ki, məsəl üçün, biri belə eləyir, biri özünü qız kimi aparır, ya oğlandı ya da qızdıqsa qəribə falan. İndi bunlar TikTokda ya da ümumiyyətlə də görünən bir tərəfdədirlər deyə bəlkə bizə kütləyə maraqlı gəlir ki, bunlar özlərini necə aparır. Çox adam da qınaya baxır ki, bu nədir özünü düşük aparır. Amma yenə də baxır. Qınayan adam baxmamalı. İşte baxır, biz həmişə ona maraqlı gəlir. Qınayan adam məhkəmə eləməlidir. Əngəlləməlidir o adamı. Ki bir də bu və bu tip şeyləri mənim qabağıma çıxartma. Yox, əgər sən onu əngəlləmirsənsə, swipe edib keçirsənsə, bu sənin qabağına yenə çıxırsa, bugün 3 saniyə, sabah 5 saniyə, sabah 10 saniyə, 15 saniyə, 1 dəqiqə, 2 dəqiqə baxmağa davam eləyəcəksən. Bu köpoğlu alqoritm belə işləyir. Elma çox ciddi mövzudur bu, bilirsən. Çox ciddi mövzudur. Elmanın bugünkü mövzusu bu deyildi, mən bilirəm. Yox, deyildi, amma heç də uzaq deyil. Ondan da savayı, həftənin ikinci günü bizim qısa bir videomuz çıxacaq. Bax, elə o ikinci gün çıxacaq o qısa videoda mənim danışdığım tam təsadüfən oldu. Tam təsadüfən oldu. Yəni heç hazırlaşmamışdıq, amma elə bir nevi gəlib bax bu bizim indi bugün danışdığımıza toxunan bir mövzu olacaq orada. Mən qısa sənin dediyi və qısa həmən insan riyakardır, həmən insan ikiyüzlüdür, həmən insan doğru danışan və doğru qərar verən biri deyil. Bir adamın əgər bir şeyə baxmaq istəmirsə ona baxmamalıdır və baxmayacaq. Baxırsa, bu baxmaq istəyir. Baxıb qıraqda baxmıram deyirsə, sənin boy bir yerə soxum. Və dostlar, siz Oykosun dəstəyi ilə bizim podkastımızın artıq son belə deyək də dəqiqələrini izləyirsiniz və mən çox gözəl bir oyun hazırlamışam. Mən bilirdim ki, Natavan bu mövzuda biraz coşacaq. Mən bilirdim ki, Natavan bu mövzuda biraz ürəyi doludur. Və onun üçün bir oyun hazırlamışam. Çox qısa, o mu bu mu oynayacağıq sənlə. Amma sənə bu mövzumuza uyğun cəmi belə deyək də bir şeydən birini seçəcəksən. Bir-birinin ardıcıllıqla getməyəcək. Mən heç seçə bilmirəm yəni. Seçəcəksən tatlım. Heç narahat olma. Deməli, başlayırıq. Birinci sualım auditoriya seçimidir. Nata, hazırsanmı? Hə. Qəşəng. Auditoriya seçimi ilə bağlıdır. Gəl də götürüm. Gəldi. Rasim. Tim tökülür o Rasimdən ücə mənim Allah'ın Yox, mənim xoşuma gəlir. Auditoriya seçimi. Səni heç tanımayan, yəni sən heç kimi tanımırsan, amma 1 milyon baxışın var. Yoxsa hər videona rəy yazan 100 sadiq abunəçi. Hansı? 100 Bax, sadiq tanımırsan abunəçi. 1 milyon baxış sayın olur. 1 milyon adam baxır sənin videova. Bir də var ki 1 milyon baxılmır, amma hər videova rəy yazan 100 rəy yazanlar istəyirəm. Rəy yazanlar. Bəli. Qəşəng. Məzmun məsələsinə gələk. Həftədə baxış ola bilər, üzr istəyirəm, baxış ola bilər, yəni ki, bəlkə 5 dəqiqə baxıb, 10 dəqiqə baxıb, hardan biləcəm yəni. Yox, yenə deyirəm, baxmaq burada önəmli deyil. Nəyə baxır, baxsın, neçə dəqiqə baxır, baxsın. Yox, verilişi bəlkə elə belə açıb keçib, bəlkə də amma detaylarına fikir verən yorum yazar. Şərh yazıb çıxıb gedib. Şərh yazanla seçirəm. Şərh yazan seçirəm. Məzmun məsələsi ilə bağlı. Həftədə bir dəfə 1 saatlıq mükəmməl montajlı video, yoxsa hər gün paylaşılan, amma keyfiyyəti orta olan shortslar. Kanalın aktivliyi üçün shortslar önəmlidir və hər gün paylaşımlar önəmlidir, amma keyfiyyət baxın. Mən keyfiyyətə əslində çox da takılmıram. Həmişə içəriyə daha çox önəm verirəm. Birini seçməlisən. Bax, hansını seçsən? Həftədə bir dəfə 1 saatlıq mükəmməl montajlı video, yoxsa hər gün paylaşılan keyfiyyəti orta olan shorts.
Hər gün paylaşılan. Keyfiyyəti orta olan short. Çətin idi amma bunu seçmək. Okey. Texniki məsələlərlə bağlı. Görüntünün tamamilə silinməsi, amma səs var. Yoxsa səsin çox bərbad yazılması, görüntü əladır. Bu ikisindən birini seçməli olsan. Amma bizim başımıza belə bir şey gəldi Qəribə. reaktor proqramında. 8 mart buraxılışı idi. Çox qəşəng görüntü falan əla, mövzuda çox qəşəng idi. Danış. Mikrofonda böyük bir problem var idi. Ondan sonra da Elmanla İndi sən hansını seçsən? ayrıldıq. Didiklərim önəmlidir axı. Görüntünün tamamilə silinməsi, amma səs var. Səs didiklərimiz Yoxsa səsin çox bərbad yazılması, didiklərimiz önəmlidir. Heç biz podkast çəkməsəydik belə. Didiklərimiz də. Səs var. Ha. Görüntü olmasa da olar. Hə, didiklərimiz Qara önəmlidir ekranda çünki. səs də qoysan. Bəli, bəli, Mənim bəli, adamsa, bəli. eyni mən də onu düşünürəm. Heç podkast çəkməsəydik belə, yenə də deyirəm. Podkast çəkməsəydik belə. Növbəti. YouTube-da viral olub məşhurlaşmaq, yoxsa Görüntünün olması o bəzi TikTokerlərə ehtiyacı olan bir şeydir. Hansı ki, bambılı onsuz hərəkət edirlər, didikləri boşdur. Tamamilə doğru. YouTube-da viral olub məşhurlaşmaq, yoxsa sırf bu podkast sayəsində çox böyük bir biznes müqaviləsi bağlamaq? Birincisi Yəni nədir? viral ola bilərsən YouTube üzərində hansısa bir shortsla və yaxud da bir yamsılama ilə, bir hansısa bacarığınla viral ola bilərsən. Ya da ki, bu podkastda çox yaxşı danışarsan, ağıllı fikirlər deyərsən və böyük bir biznes müqaviləsi bağlaya bilərsən. İkisində də mənim bacarıqlarım. Bilirsən də məndə ikisi söhbəti yox. Yox, onu demirəm. Yəni ki, axı bu şey sualın şeyini başlayıram. İkisi ayrı. İkisi ayrı-ayrı şeylərdir, amma eyni bacarıq tələb eləyən, yəni sənin bacarığınla ərsəyə gələn bir şeylərdir də. Birini seç. Allah Allah. Hani müqavilə imzalasan bilərəm ki, artıq bunu mən yəni bayağı iş kimi eləməyə başlamışam da. Bu daha yaxşıdır da. Qəşəng. Mənim adamımsan. Çox sevəcəyim bir sualdır. Heç bir rəy gəlməməsi, yəni videoya heç bir rəyin gəlməməsi, yoxsa videonun tənqid və heyt dolu şərhlərinin dolması. İkincisi. Yəni biri var heç gəlməsin, bir də var gəlirsə eybi yoxdur, qoy heyt olsun, hater olsun, amma gəlsin. Cavabını verərik. Qəşəng. Gecə saat 4-ə qədər montaj eləmək, yoxsa səhər saat 6-da durub ssenari yazmaq? Sənə aiddir. Sən olsan, yəni Natavan. Məsələn, sən də mövzu hazırlayırsan da, məsələn, arada. Məsələn, sənin üçün hansı, tutaq ki, montajı da bacarırsan. Hə, mən montaj eləməyi də xoşlayıram, amma mənim ən sevdiyim şey yazmaqdır, onu görsənmək. Bu arada Natavan montajı bacarıram. Təşəkkürlər. Kanalına baxa bilərsən. Evet, vloglarımı özüm eləyirdim. Buralarda bir yerdə Elman yadına düşsə, mənim kanalımı qoyar, izləyərsiniz. Gecə saat 4-ə qədər montaj eləmək, yoxsa səhər saat 6-da durub ssenari yazmaq? Ssenari yazmaq. Özə ssenari yazanda altda durmursan ki. Yox da sən 6-da dur da indi. Birdən-birə gəl. Ssenari yazmaq. Okay. Çox məşhur, amma darıxdırıcı danışan biri, yoxsa heç kimin tanımadığı, amma möhtəşəm hekayəsi olan biri? Bu qonaq şeyinə. İkincisi, məşhurlardan ucu bezmişik. Məncə də. Mən ucu artıq əleyhinəyəm o podkastlara məşhurları çağırmaq. Bir dəfə bu haqqda danışmışdıq. Ucu çox belə yorucusuz, bəsdirin. Eyni adamı. Həyatlarından danışırıq. 15 dənə yerə bir adamı çağırırsınız, hər yerə gedib eyni şeyi danışır. Bildikcə həyatında nə bilim, ondan sahindi ki, onun ümumiyyətlə bax nə maraqlı olar, məşhuru çağırsan, amma ona elə suallar versin ki, məsəl üçün biz necə danışırıq, məsəl üçün bir ədəb onun üçün nə deməkdir, ya da ki, pozitiv enerji, bax bu şəkildə də başa düşdün. Bir dənə qonaq var da, bir Kəramət Böyükçölü tanıyırsan da, yəqin ki, yazar. Kəramətə fikir verirəm. Kəraməti hansı podkastda çağırırsınlar? Adam eyni olmur. Adam şablon olmur da. Yəni o adam çox qəribədir də. Şablon olmur adam. Elə bir ki o suyu tökərsən qaba, qabın formasını alar. Hara gedir? Onun da formasını alır və ona görə davranır. Dini söhbətə gedir. Orada ayrı bir kəramət görürsən. Nə bilim məsələn Aynur xanımın podkastına gəlmişdi. Hər şey şunasa gəlib. Orada tamam ayrı bir kəramət görürsən. Nə bilim, başqa yerə gedir. Çox qəribədir. Bir dənə dəyişməyən o idi. Çox məşhur adam hansının oldu? Heç kimi tanımadığı, amma möhtəşəm hekayəsi olan bir. Çox gözəl. Ancaq YouTube-da böyümək, yoxsa Spotify-da da podkast dinləməsinin siyasına əlavə olunmaq. Bilirsən də, yəni podkastlar həm də musiqi platformalarında dinləmək olur ki, biz inşallah bu ilin 3-cü rübündə onu eləyəcəyik.
Ümumiyyətlə YouTube-da ən çox bilirik ki, vloqlar, ya nə bilim nəsə öyrədici, izlənilməsi şeylər gedir də ən çox ki, mən özüm də YouTube-da elə şeylər xoşlayıram. Amma podkastlar üçün ayrıca bir şey Spotify-da, başqa yoxsa bir podkast? Yox, demək olar ki, bütün musiqi platformalarında podkast seçimi var. Podkastların imanını partlatdığı yerdə tutmağı daha çox üstün bilərəm. Çünki normalda mən də istəyirəm ki, YouTube-u söndürüm və qıraqdan bir şeylər, yəni bir şeylərlə məşğul olanda onu eşidim də, ya da ki, yolda zətdə gedəndə. Bunun üçün ayrı bir tətbiq var zaten, Elman da deyir. Şeyin YouTube, Apple telefonlarının özündə də deyəsən podkast şeysi olur. Var, amma ki, amma Spotify-da daha çox var da. Spotify-da, sonra o elə iTunes-dur, Apple Music-dir. Yəni durub baxmaqla şey eləmək lazım deyil. Elə bəlkə də izləyicilərimizin bax bu da maraqlıdır. Bəlkə izləyicilərin elə ona görə səbri tükənir, nəsə baxmaq, nəsə şey. Zaten onu eləyəcəm dediyim kimi. Onu qoysunlar, işləri bizi görün və qulaq asın. Bu arada əgər YouTube Premium istifadə eləyirsinizsə ki, mən eləyirəm. Sırf belə şeylərdə çox gözəldir. Məsələn, maşında gedəndə hər dəfə gözünü zilləyib videoya baxa bilmirsən. Məsələn, YouTube Premiumun özəlliyi də odur ki, məsəl üçün aşağı eləyirsən videonu və salam özü orada danışırsan da qulaq asırsan. Ona görə də ikincisi təbii ki, Spotify-da. Natamam podkastı böyük bir media şirkətinə çevirmək, yoxsa sadəcə öz zövqün üçün çəkib 10 il sonra baxıb xatirə kimi? Yox, xatirə kimi mən vloq çəkirəm çox vaxt. Mən onu həqiqətən mənim vloqlarım çox izlənəndə belə deyirdim ki, ayda nə maraqlıdır, amma içinə girsək mən onu prosta eləyirdim, elə belə eləyirdim. Həvəs. Açıqlama qismində Natamam vloqlarını. Yəni ikinci dəfə şey elədim. Amma podkastı işə çevirmək bəli. Podkastı işə çevirmək. Boşuna danışmırıq. Elə bugünkü mövzudan sonra insanlar aydınlanmalıdır. Və son sual. Bu epizodu çəkib bitirmək, yoxsa indi hər şeyi silib təzədən başlamaq? Seçməli olsun. Allah. Hansını seçərsən? Bax, təzədən başlayırıq bu mövzunu danışırıq. Təzədən başlasam da bilirəm ki, Elman da mən də yenə boş danışmayacaq. Yenə başqa şey. Daha maraqlı danışacaq. Daha maraqlı danışacaq. Ona görə də hər ikisi ola bilər. Yəni deyəcək hər ikisini seçmək olmur. Yox, hər ikisini seçmək. Elə bu zaman davamda çəkmişik. Birini. Çəkmişik bəs. Yəni seçim elə. Seç. Bu epizodu çəkib bitirmək. Çəkib bitirmək. Çox gözəl. Təşəkkür edirəm. Bəs mən sənə sual verməyəcəm. Ehtiyac yoxdur. Elman dansı Bu dəfə ehtiyac yoxdur. Çünki mən buradan oxudum. Elə aşağı yuxarı mənim seçənəklərim səndən. Orada fikir verin. Elmanın oyunları başqa cür olur, mənkilər başqa cür olur. Gələn podkastımızda və bundan əvvəlki podkastlarımızda da bunu görə bilərsiniz. Baxın, hamısına baxın. Hamısını izləyin. Abunə olun, kanala abunə olun. Heç kofe almadınız. Bax burada bizim təzə bir qəşəng bannerimiz var. Görürsüz? Yəni elə. Bir şey deyəcəm Elman, kofe zat indi təbii ki, olayın o birisi tərəfidir. Həqiqətən də bizi izləmək yox, bizi dinləyin və beyninizə bir şeylər alın. O qədər boş olursunuz ki, yoxsa ona görə də hər yerindən duran başlayır oranı doldurmağa. Dostlar, Natamam podkastının 15-ci epizodunun sonuna gəldik, çatdıq. Natavan çox emosional danışdı bu epizodda, bilirəm, amma dediklərinin hamısında də var. Yəni dediklərinin hamısında həqiqət var. Əgər siz də o fikirlərlə razısınızsa və yaxud da razı deyilsinizsə, bunu şərh bölməsində bildirə bilərsiniz. Susmayın da. Fikir mübadiləsi eləyək, susmayın. Fikir mübadiləsi eləyək, danışaq. Sunulan hər şey okey verir sizə baxmaqla. Bəlkə mən də elə burada başdan xarab şəkildə danışdım. Bəlkə elə ki mən də biz düzgün deyilik. Bəli, bəlkə bizdən yaz fikrini bildir də. Sən buna görə tutacaqlar. Bir şey var, bir şeylər faşındır. Hər şeyə, hər söhbətə buna da qurban olum. Hər nə deyirəm, vəbşimdə nəsə paylaşılır, sırf tutulmasın deyə, polisə zada gəlib şey eləməsin deyə. Buna da qurban olum, sənə də qurban olum. Yo, nəsə desəm, nə qədər iş verərlər mənə zat. Yaxşıdır, bu zarafat deyə. Zarafat da olar, amma biz həmişə çalışmışıq ki, o çərçivəni qoruyub saxlayaq. Biz heç kimin şəxsiyyətinə toxunmamışıq. Biz heç kimi təhqir eləməmişik. Tənqid eləmişik. Sadəcə tənqid eləmişik ki, düşünürəm ki, düşüncə azadlığı var. Bəli, ki düşünürəm ki, tənqidlərimiz boşuna deyil. Məncə heç bir ağlı başında valideyn övladının o cür səviyyəsiz insanlara baxmasına razı ola bilməz. Varsa da mən heç nə demirəm, sadəcə susuram dostlar. Bizə iyan eləyə bilərsiniz, dəstək ola bilərsiniz, kofe ala bilərsiniz bizə. Yenə o təzə bannerimizi sizə göstəririk aşağıda. Kofe alın, dəstək olun. Söz veririk, kofe alanların adını növbəti epizodlarda mütləq çəkəcəyik, təşəkkür eləyəcəyik. Dəstək olun, gəlin bir-birimizə dəstək olaq, gəlin bir olaq, gəlin bərabər olaq. Və Natavan deyir ki, bəsdir, danış, qutar, növbəti epizodda, 16-cı epizodda görüşmək ümidi ilə. Hələlik.